2025-ci il Hyundai Elantra N-Line 1.6 motor, 11.000 mil yürüyüşləndi maşın. $6.400 start qiymətlə maşın bu gün aksiyona çıxacaq. Maşının ön hissəsində heç bir zədə yoxdur. Sol tərəfdə tam zədəsizdir. Təkəri partladığına görə axşam bağlayacaqlar təkər üstünə. Qabaq qapıda belə bir zədəsi var. Arxa qapıda bir də krıloda belə bir zədəsi var. Lük mövcuddur. Açarsı daxil olma, kör nöqtə var maşında. Maşının arxası da salamatdır. Heç bir zədə yoxdur. NCDenik, Stenikin elektron idarə olunması, Drive Mode, Multirol lipstokla, Stenikin isidilməsi, kablosu şarj olma, elektron pribor, CarPlay dəstəkləyən böyük monitor mövcuddur. Zavod qara damlandı. Buradan da VIN kodunu qeyd elədim.